Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Amma ba'd. Allah'ın salamı, rahmeti, bereketi, mağfireti cümlemizin üzerine olsun değerli dostlar. İslam İlimler Mektebi Ərəb Dili Dersleri silsilesine hoş gelmişsiniz. Bugünkü dersimizin mövzusu cəm-i müənnəs səlim isimler. Geçen dersimizde de cəm-i müzəkkər səlim isimleri görmüştük. Cəm müənnes səlim isimler ne demekti? El-cem'u kelimesi kesin defede gördüğümüz üzere cem kelimeler demekti. Yani ikiden artık anlayışı veya varlığı bildiren isimlere biz cem isimler deyirik. El-müennes kadın cinsli isimlere verilen adıydı. Müzekker kişi cinsli isimlere verilen adıydı. El-müennes kadın cinsli isimlere verilen bir adıydı. Es-səlim kelimesi de qaydalı mənasında bir kelimedir ve dersimizin başlığı da qaydalı qadın cinsli cəm isimler. Evvelki dersimizde dediğimiz kimi müfrət müzəkkər isimlerin cəm müzəkkər səlim qaydasına uyğun olarak necə cəmləndiğini öğrenmiştik. Bu dersimizde ise geniş istifade olunan cəmlərdən birisi olan cəm müənnes səlim yani qaydalı qadın cinsli cəm isimleri görəcəyik. Cəm müənnes səlim isimler xüsusilə qadınlara veya onların yerinde işlenen sözlerin cəmlənməsi üçün istifade olunan bir formadır. Əksər hallarda qadın cinsli isimler olduğuna göre yuvarlaq T hərfi ilə olan müənnes isimlerden düzəldiğini de bilmemiz lazımdır. Qaydalı qadın cinsli isimler necə düzəldiləcək? Qadın cinsli isim olduğuna göre sonunda yuvarlaq bir T hərfi olacaq. Əksər hallarda bu şəkildə olacaq. Yuvarlaq T hərfi ilə bitən sözü veya ismi cəm müənnes halına salmaq üçün 3 mərhələli bir proses izləyəcəyik. Birincisi, sözün axırındakı T-i mərbut hərfini atacağıq. Daha sonra bu T-i mərbut hərfinin yerine əlif və açıq T. Burada gördüğünüz kimi bu şəkilçini əlavə eləyəcəyik. Buradakı əlif hərfinin hərəkəsi yoxdur və hərəkətsiz əlif olduğuna görə də uzatma vəzifəsi yerinə yetirəcək. Son olaraq da əlif hərfindən əvvəlki hərfin hərəkəsi mütləq olaraq fəthə yazılacaq. Aşağıdakı örnəkdə müşahidə eləyək. Mu'minətun kəlməsi gördüğünüz kimi T-i mərbutə ilə bitib mümin bir qadın deməkdir. Birinci prosesimiz T-i mərbut hərfini atırıq. Daha sonra əlif T şəkilçisini əlavə edirik və ortaya çıxan kəlməmiz mu'minətun. Gördüğünüz kimi şəkilçidən əvvəlki hərfin hərəkəsi də fəthə olaraq yazılır. Bu mövzu adı altında dikkat edeceğimiz ilk husus, cəm müənnes səlim formasındaki bir ismin axırındakı T hərfi her zaman ötrəli veya kəsrəli olur. Heç bir zaman fəthə hərəkəsi qəbul etmir. Aşağıda örneklerimiz var. Nekire ve ma'rife halindeki örneklerimiz var. Balibetun, balibetin. Cəm müənnes səlimin son hərəkəsi her zaman ötrəli veya kəsrəli olur. Heç bir zaman fəthə hərəkəsi qəbul etmir. Ma'rife halında da eyni şey geçerlidir. Et-talibatu, et-talibati. Yani cəm müənnes səlim halındakı bir kəlməni talibətən, ət-talibətə şəklində heç bir zaman görməyəsiniz. Nəyə görə? Qayda olaraq cəm müənnes səlimin son hərəkəsi bu iki hərəkədən biri olacaq. İndi isə qaydalı qadın cinsli cəm isimlərin örnəklərini görək. Birinci örnəyimiz mudiratun. Bir müdirə, qadın idarəçi deməkdir. Gördüğünüz kimi sonunda T-i mərbutə hərfi var. Birinci addımımız T-i mərbutə hərfinin atılması. İkinci addımımız əlif T şəkilçisinin əlavə edilməsi. Ortaya çıxan kəlmə mudiratun, mudiratin. Gördüğünüz kimi sonu ya damməli ya da kəsrəli olaraq bitəcək. Buradaki əlif hərfi hərəkətsiz olduğuna görə də hər zaman uzatma vəzifəsi yerinə yetirəcək. Mudiratun, mudiratin.
Tilmizetun təyi mərbut hərfi ilə bitib. Birinci addımımız bunu atırıq. Daha sonra əlifdə şəkilçisini əlavə edirik. Kəlməmiz tilmizətun, tilmizətin. Vəqf halında necə oxuyuruq? Tilmizət. Saatun bir saat. Saatler demək istədiyimiz zaman saatun, saatin. Sondakı hərəkələrin fərqliliyi İrab adını verdiyimiz kəlmələrin cümlə daxilindəki mövqeləri ilə əlaqəli bir mövzudur. Bunu daha sonraki dərslərimizdə izah edəcəyik. Nə zaman cəm müənnəs kəlimə ötrəli gəlir, nə zaman əsrəli gəlir, o daha sonraki mövzumuzdur. Bu dərsimizdə cəm müənnəs səlimin necə meydana gəldiyi və son hərəkələrinin necə ola biləcəyi haqqında fikir sahibi olmağımızdır. Muşkiletun bir problem. Cəm müənnəs səlim halında muşkiletun, muşkiletin. Buradaki lam hərfinin üzerine əlifdə əlavə etdiyimiz zaman lam əlif şəklində oldu. Fəllahatun cəm müənnəs səlim halında fəllahatun, fəllahatin. Nəzzaratun bir eynək. Cəm müənnəs səlim halında nəzzaratun, nəzzaratin. Gördüyünüz kimi tə-i mərbut hərfini atdıqdan sonra şəkilçimizi əlavə edirik. Əlif hərfinin öncəsinə də fəthə hərəkəsi yazılır. Məqalətun bir məqalə. Cəm müənnəs səlim halında məqalətun, məqalətin. Şərikətun bir şirkət, firma. Tə-i mərbut hərfini atırıq. Şəkilçimizi əlavə edirik və bu şəkilçinin son hərfi ya ötrəli ya da əsrəli olacaq. Oxunuşu şərikətun, şərikətin. Haşəratun cəm müənnəs səlim halında haşəratun, haşəratin. Saimetun bir oruçlu qadın. Oruçlu qadınlar demək istədiyimizdə tə-i mərbutəni atırıq. Şəkilçimizi əlavə edirik. Oxunuşu saimət, saimət. Hər ikisi də vəqf halında cəzmlə oxunur. Vəqf halında oxumasaq saimətun, saimətin. Müminətun başta da bu örneği görmüştük. Bir mümin qadın. Mümin qadınlar demək istədiyimiz zaman, yəni müənnəs bir kəliməni cəmi müənnəs səlim halına salmaq istədiyimizdə tə-i mərbutəni ataraq şəkilçimizi əlavə edirik. Oxunuşu müminətun, müminətin. Mümərridatun tibb bacısı. Cəm müənnəs səlim halında mümərridatun, mümərridatin. Səkafətun mədəniyyət. Cəm müənnəs səlim halında səkafətun, səkafətin. Məsrahiyyətun bir dram əsəri, piyes. Cəm müənnəs səlim halında tə-i mərbutəni atırıq. Şəkilçimizi əlavə edirik. Oxunuşu məsrahiyyətun, məsrahiyyətin. Muhəzzəbətun bir tərbiyəli qız mənasında. Birinci addımımız tə-i mərbutəni atırıq. İkinci addımımız şəkilçimizi əlavə edirik. Üçüncü addımımızda şəkilçidən öncəki hərfin hərəkəsi hər zaman fəthə olur. Diqqət edəcəyimiz bir xüsusda cəm müənnəs səlim kəlmənin sonu hər zaman ötrəli və ya kəsrəli olur, fəthəli olmaz. Oxunuşu muhəzzəbətun, muhəzzəbətin. Bu mövzu adı altında diqqət edəcəyimiz ikinci bir xüsus. Bəzi cəm müənnəs səlim formasında olan isimlər var ki, bunlar quruluş baxımından cəm müənnəs səlimdir. Yəni sonları əlif-tə ilə cəmlənir. Ancaq bu kəlmələr tamamilə bu qaydaya uyğun olaraq cəmlənmir. Bu da ərəb dilində məhdud sayda olan bəzi sözlər də keçərlidir. İndi isə bunları görəcəyik. Birinci örnəyimiz uxtun kəlməsi bacı deməkdir. Cəm halında gördüyünüz kimi sonu əlif-tə ilə bitib. Yəni bu cəm müənnəs səlimin
şəkilçisidir. Ancaq digər kəlmələrdə olduğu kimi tamamilə qaydaya uyğun deyil. Yəni biz burada T hərfini atırıq, əlif T'ni əlavə eləyirik və oxunan kəlməmiz uxatun şəklində olmayacaq. Bu kəlmələrin cəm halları cəm müənnəs səlim formasındadır, ancaq tamamilə bu qaydaya uyğun olaraq düzəlmir. Cəm halında necə oxunacaq? Uxtun kəlməsi əxavatun, əxavatin. Bunları əzbərləməyimiz lazımdır. Bintun kəlməsi cəm müənnəs səlim halında bənətun və ya bənətin. Buradakı T hərfini biz ataq, sonra əlif T şəkilçisini əlavə eləyək və əlifdən əvvəlki hərfin hərəkəsini fəthə qoyaq, binətun şəklində bir cəm yaradaq. Bu mümkün deyil. Nəyə görə? Sözlüklərdə bu məhdud sayıdakı kəlmələrin cəm halları fərqli şəkillərdə yazılmışdır. Ona görə də bunları olduğu şəkildə əzbərləməyimiz vacibdir. Sadəcə sonundakı əlif T səbəbilə bunların da cəm müənnəs səlim isimlər adı altında zikr olunduğunu bilməyimiz lazımdır. Bintun kəlməsinin cəm müənnəs səlim halı bənətun, bənətin. Ummun kəlməsi cəm müənnəs səlim halında umməhətun, umməhətin. Fətətun gənc qızlar demək istədiyimizdə fətəyətun, fətəyətin. Sənətun bir il mənasındadır. Cəm müənnəs halında sənəvətun və ya sənəvətin şəklində oxunacaq. Vəfatun ölüm, vəfat deməkdir. Cəm müənnəs səlim halına salmaq istədiyimiz zaman vəfəyətun, vəfəyətin. Gördüyünüz kimi bu isimlərin hər birinin axırı əlif T ilə bitir. Yəni cəm müənnəs səlim halındadır. Ancaq tamamilə bir qaydaya uyğun olaraq düzəldilmir. Kəlmənin müfrədi ilə cəm halı arasında bir dəyişiklik var. Onlara diqqət eləməyimiz lazımdır. Ədətun, alət, ədəvat. Cəm halında ədəvatun, ədəvatin. Qanətun, cəm müənnəs səlim halında qanəvatun, qanəvatin. Halva, halva, şirniyyat mənasındadır. Cəm müənnəs səlim halında halvayatun, halvayatin. Zikra, cəm müənnəs səlim halında zikrayatun, zikrayatin. Xatra, göyərti, tərəvəz. Cəm müənnəs səlim halında xadravat, xadravat. Vəqf halındakı oxunuşu. Vəqf olmadan oxursaq xadravatun, xadravatin. Buraya qədər 11 kəlmə zikr olundu. Bu kəlmələr də sonu etibarilə əlif T ilə bitdiyinə görə cəm müənnəs səlim kəlmələrdəndir. Ancaq diqqət olunacaq bir qayda isə bu kəlmələr cəm halına keçərkən bəzi dəyişikliklərə məruz qalır. Ona görə də bu kəlmələrin müfrədi ilə cəm hallarını bərabər əzbərləməyimiz lazımdır. Bu mövzu adı altında diqqət eləyəcəyimiz üçüncü bir digər xüsus, ərəb dilində istifadə edilən bəzi müzəkkər sözlər var ki, bunların cəm halları cəm müzəkkər salim formasında deyil də cəm müənnəs salim formasında gəlir. Bu sözlərə diqqət eləməyimiz lazımdır. Nəyə görə? Bəzi cəmi müənnəs səlim kəlmələr qarşımıza çıxa bilər. Biz cəm müənnəs səlim kəlmələrin müənnəs isimlərin cəm halı olduqlarını demişdik. Ancaq burada gördüyümüz kimi bəzi müzəkkər isimlər də əlif T şəkilçisi ilə cəmlənir və cəmi müənnəs səlim kəlmələrdən sayılır. Burada da gördüyünüz kimi tətbiq kəlməsi var. Bir şey yerinə yetirmə, uygulama deməkdir. Tətbiqunə, tətbiqinə şəklində cəmlənməyəcək. Yəni bu kəlmənin cəm halı cəmi müzəkkər səlim formasında deyil, cəmi müənnəs səlim formasında olur. Bunu bu şəkildə əzbərləməyimiz lazımdır. Aşağıda riyal, pul vahidi olan bir kəlmə var. Riyalunə, riyalinə şəklində biz bunu cəm halına salaq. Nəyə görə? Çünki bu müzəkkər kəlmədir. Xeyr, belə bir şeydən söz gedə bilməz. Nəyə görə? Bu kəlmənin cəm halı
bu şəkildə cəmlənmişdir. Ona görə də bu şəkildə əzbərləməyimiz lazımdır. İndi müfrədi kişi cinsli olsa da cəm halı qaydalı qadın cinsli olan isimləri görəcəyik. İlk kəlməmiz hayvanun. Müzəkkər bir kəlmədir. Sonunda təyi mərbuta yoxdur. Biz bundan yola çıxaraq bu kəlməni hayvanunə və ya hayvaninə şəklində cəm müzəkkər səlim formasında cəm halına salaq, xeyr. Bu kəlmənin cəm halı hayvanatun, hayvanatin şəklində cəmlənmişdir. Bu kəlmələri də cəm halları ilə bərabər əzbərləməyimiz lazımdır. İkinci örnəyimiz nəbətun, müzəkkər bir kəlmədir. Çünki sonunda tə-i mərbutə, qapalı tə hərfi yoxdur. Buradakı açıq tə hərfidir. Açıq tə hərfi müənnəslik işarəsi deyil. Bunu daha öncə vurğulamışdıq. Bu kəlmənin cəm halı nəbətətun, nəbətətin. Gördüyünüz kimi müfrət halı müzəkkər olsa da cəm halı müənnəs oldu. Məxluqun yenə müzəkkər bir kəlmə. Cəm halında məxluqatun, məxluqatin. Mücəvhərun müzəkkər bir kəlmədir. Cəm halında cəm müənnəs səlim formasında olacaq. Mücəvhəratun, mücəvhəratin. Bu mövzu adı altında zikr edəcəyimiz bir çox örnək var. Kəlmə xəzinəmizi genişləndirmək, çoxaltmaq adına bunları zikr eləyək. Məcalun kəlməsi yer, sahə deməkdir. Buradakı kəlmələrin hər biri müzəkkər kəlmələrdir. Ancaq cəm halına keçdiyi zaman cəmi müənnəs səlim formasında olacaq. Məcalun kəlməsi cəm halında məcalətun, məcalatin. Gördüyünüz kimi əlif-tə şəkilçisi ilə cəm halını meydana gətirdik. İ'lanun elan etmə, yayma, nəşr etmə və bildirmə kimi mənaları var. Müzəkkər bir kəlmədir. Ancaq cəm halında cəm-i müənnəs səlim formasında olacaq. Necə? İ'lanatun, i'lanatin. Sibaqun yarış, müsabiqə və ya qaçış kimi mənaları var. Bu müzəkkər kəlmənin cəm halı cəmi müənnəs səlim formasında olacaq. Sibaqatun, sibaqatin. Nəşatun canlılıq, sevinclik və ya fəaliyyət mənaları var. Müzəkkər bir kəlmədir. Cəm halında nəşatatun, nəşatatin. Musəlsəlun serial mənasında və zəncirlənmiş mənası da var. Cəm halında əlif-tə ilə cəmlənir. Yəni cəmi müənnəs səlim formatında olacaq. Musəlsəlun, musəlsəlatun, musəlsəlatin. Qararun bir qərar mənasındadır. Yenə bu tərəfdəki kəlmələrin hər biri müzəkkər kəlmələrdir. Bu müzəkkər kəlmələr hər nə qədər müfrətləri müzəkkər olsa da cəm halına keçdiyi zaman cəmi müənnəs səlim formatında cəmlənəcək. Yəni əlif-tə şəkilçisi hər birinin axırında yer alacaq. Qararun cəm halında qararatun, qararatin. Qitarun qatar deməkdir. Cəm halında qitaratun, qitaratin. Tədribun kəlməsi təlim, məşq, hazırlıq deməkdir. Cəm halında tədribatun, tədribatin. İlham kəlməsi ilham deməkdir. Bu kəlmədə cəmi müənnəs səlim formasında cəmlənəcək. Oxunuşu ilhamatun, ilhamatin. Dumuhun istək, arzu deməkdir. Cəm halında dumuhatun, dumuhatin şəklində cəmlənəcək. Mustalahun bir termin deməkdir. Yenə bu tərəfdəki kəlmələrin hər biri müzəkkər kəlmələrdir. Bu müzəkkər kəlmələrin cəm halları cəmi müənnəs səlim formasında gəlir. Ona görə də bu kəlmələri qarşılıqlı əzbərləməmiz lazımdır. Yəni müzəkkər bir kəlmənin cəm halı vavnun və ya yənun ilə düzəldiləcəyini daha öncədən demişdik. Ancaq bu kəlmələr vavnun və yənun şəkilçiləri ilə deyil, əlif-tə şəkilçiləri ilə düzəlir. Ona görə də bu kəlmələri
cəm halları ilə bərabər əzbərləməyimiz tövsiyə olunur. Mustalahun kəlməsi cəm halında mustalahatun, mustalahatin. Muctəməun cəmiyyət deməkdir. Cəm halında muctəməatun, muctəməatin. Muntədən forum, toplantı yeri, müzakirə platforması kimi mənaları var. Bu kəlmənin də cəm halı əlif tə ilə düzəlir. Muntədəyətun, muntədəyətin. İstixbarun yenə bir digər müzəkkər kəlməmiz cəm halında əlif tə ilə cəmlənmişdir. Oxunuşu istixbaratun, istixbaratin. Mənası da məlumat alma, sorğu, kəşfiyyat kimi mənalara gəlir. Müstəşfən xəstəxana deməkdir. Cəm halı əlif tə ilə düzəldi. Oxunuşu müstəşfəyətun, müstəşfəyətin. İndi isə məşqlərimizə keçirik. Birinci məşqimiz müənnəs müfrəd isimlər veriləcək və bunları iki fərqli hərəkə ilə cəmi müənnəs səlim formasına salmağa çalışacağıq. Birinci kəlməmiz vaqifətun, ayaqda duran bir qadın deməkdir. Cəm müənnəs səlim üçün qaydamız ilk öncə tə-i mərbut hərfini atırıq, daha sonra şəkilçimizi əlavə edirik və şəkilçidən əvvəlki hərf hər zaman fəthəli olur. Diqqət yetirəcəyimiz önəmli bir xüsus da şəkilçinin son hərəkəsi ya ötrəli ya da əsrəli olacaq. Buna diqqət yetiririk. Yazılışı vaqifatun, vaqifatin. Məlikətun qaydamız tə-i mərbutənin atılması, əlif-tə şəkilçisinin əlavə olunması və son hərəkəmizin hər zaman ötrə ya da əsrə olacağı şəklində idi. Məlikətun və ya məlikətin şəklində oxunacaq. Musinnətun bir yaşlı qadın, musinnətun, musinnətin. Ədəsətun, ədəsətun, ədəsətin. Musafiratun oxunuşu musafiratun, musafiratin. Əlif-tə şəkilçisini əlavə etməzdən əvvəl tə-i mərbutəni atırdıq. Qaydalara riayət edərək siz də bunu özünüz düzəldə bilərsiniz. Məhəttatun bir dayanacaq məntəqə. Cəm müənnəs səlim halında oxunuşu məhəttatun, məhəttatin şəklində olacaq. Mücahidətun bir cihad edən qadın deməkdir. Mücahidətun, mücahidatin. Şəbəkətun bir şəbəkə, internet deməkdir. Oxunuşu şəbəkətun, şəbəkətin şəklində olacaq. Ələtun, ələtun və ya ələtin şəklində olacaq. Gördüyünüz kimi lam hərfinin üzərinə əlif əlavə etdiyimiz zaman bu lam əlif hərfi olur. Munazzamətun cəm müənnəs səlim halında munazzamatun, munazzamatin. Vəfiyyətun bir vəfakar qadın cəm müənnəs səlim halında vəfiyyətun, vəfiyyətin. Qubbəətun qubbəətun, qubbəətin. Muğaməratun muğaməratun, muğaməratin. Vəqf halında muğamərat şəklində oxunacaq. Dəbbabətun dəbbabatun, dəbbabatin. Mudifətun
Cəm müənnəs salim halında mudifatun, mudifatin. İndi isə ikinci məşqimizə keçirik. Bu məşqlərdə isə cəm müənnəs salim formasında kəlmələr veriləcək. Bunların müfrət hallarını yazmağa çalışacağıq. Birinci örnəyimiz məktəbət. İlk addımımız nə idi? Tə-i mərbutə hərfini atıb onun yerinə əlif-tə şəkilçisini əlavə eləyirdik. İndi isə tərsinə doğru gedərək əlif-tə şəkilçisini atacağıq. Onun yerinə tə-i mərbutəni əlavə eləyəcəyik. Məktəbətun. Arabiyyət. Arabiyyətun. Xadimət. Əlif-tə şəkilçisini atırıq. Onun yerinə tə-i mərbutəni yazırıq. Hərəkəsində hər zaman ötürə qoyuruq. Xadimətun. Müfəvvadat. Şəkilçimizi atırıq. Onun yerinə tə-i mərbutəni yazırıq. Müfəvvadatun. Acələt. Acələtun. Burada əlif-tə şəkilçisi var. Onu atırıq. Onun yerinə tə-i mərbutəni yazırıq. Oxunuşu acələtun. Muhadarat. Muhadaratun. Butulət. Əlif-tə şəkilçisi var burada. Onu atıp yerine tə-i mərbutəni yazırıq. Butuletun. Muamelət. Muameletun. Vilayət. Əlif-tə şəkilçisini atırıq. Yerine tə-i mərbutəni yazırıq. Vilayetun. Camiat. Əlif-tə şəkilçisini atırıq. Camiatun. Kulliyat. Yenə şəkilçisini atırıq. Yerine tə-i mərbutəni yazacağıq. Kulliyetun. Saat. Bir saat demək istədiyimiz zaman saatun şəklində oxuyacağıq. Rihlat kəlməsi əlif-təni atırıq. Yerinə tə-i mərbutəni əlavə eləyirik. Oxunuşu rihlatun. Murəşşəhat. Murəşşəhatun şəklində oxunacaq. Və son örnəyimiz ləciət. Əlif-tə şəkilçisini atırıq. Yerinə tə-i mərbutəni əlavə eləyirik. Oxunuşu ləciətun. Bəli, dəyərli dostlar, bu dərsimizdə biz cəmi müənnəs səlim, yəni qaydalı qadın cinsli isimləri gördük. Qaydamız nə idi? Birincisi, tə-i mərbutə hərfi ilə bitən müənnəs isimlərdən düzəldilirdi. Bu tə-i mərbutə hərfini atırıq. İkinci addım olaraq əlif-tə şəkilçisini əlavə eləyirik və üçüncü addım olaraq bu şəkilçidən əvvəlki hərfin hərəkəsi hər zaman fəthə olur. Bu mövzu adı altında diqqət eləyəcəyimiz xüsuslar nələr idi? Birincisi, bu şəkilçinin hərəkəsi hər zaman ötrə və ya əsrə olur. Heç bir zaman fəthə olmaz. Bir digər xüsus, bəzi isimlər var idi ki, uxtun, bintun kimi kəlmələr, bunların cəm halları yenə bu şəkilçi ilə, yəni əlif-tə ilə düzəlir, ancaq tamamilə bu qaydaya uyğun deyil. Kəlmənin daxilində bəzi dəyişikliklər meydana gəlirdi. Bu kəlmələr də məhdud sayda olduğuna görə bunların müfrəd və cəm hallarını qarşılıqlı olaraq əzbərləməyimiz lazım idi. Bir digər önəmli xüsus, bəzi müzəkkər kəlmələrin cəm halları yenə bu şəkilçi ilə düzəlir. Ona görə də müzəkkər kəlmələrin bu şəkilçi ilə düzəldilən cəm hallarını da
qarşılıqlı olaraq əzbərləməyimiz lazımdır. O kəlmələrdə məcalun, məcalatun, qararun, qararatun, istixbarun, istixbaratun bu şəkildə qarşılıqlı olaraq əzbərləməyiniz tövsiyə olunur. Ümid edirəm ki, dərsimiz başa düşülmüşdür. Rəbbim hər birimizə müvəffəqiyyətlər nəsib eləsin. Gələcək dərslərdə görüşmək diləyilə hər birinizi Allaha əmanət edirəm. Esselamu aleykum və rəhmətullah.